Yetir insan öz vaxtına, deme eğri yol getirmiş, dünyanın lap düz vaxtına. Yer yüklü ağrıları, dartır köhlən sarıları, kaçır alma oğulları, Həvvanın dar qız vaxtına. Yorğun edib dar ağacı, ölümdə vaxtı bir qacı. Laylaların ən qısqancı dönüş çıxdı saz vaxtına. Kəpənək doğuşdan bəri bir ipəkli bir də dəri. Qışın oğlan əldə bəri çəkdi yolun yaz vaxtına. Nadir bir halda doğrudan değildi. Çünkü biz bir dənə hekayəni hardasa çap etdirmək üçün 1000 dəfə qapılar döyməliyik, kimdənsə xahiş eləməliyik. Amma bu mənim üçün çox belə böyük bir hədiyyə oldu və onunla da Xalidə xanımla tanış olduq. Çox məmnunam Xalidə xanım sizlə tanışlığa. Burada deyilən sözlərin hamısını dinlədim və doğrudan da mən də belə qərara gəlmişdim və bu sözlərin hamısını başqa adamlardan eşitdim. Mən də onu deyə bilərəm ki, insan kim olursa olsun, hansı vəzifəni tutursa tutsun, hansı gözəl şeirləri yazırsa yazsın, əgər şəxsiyyət deyilsə və əgər o özündə dəyərləri cəmləşdirə bilmirsə, ona hörmət olunur. Yəni ötəri olur hamısı. Amma düşünürəm ki, sizə hörmət daimi olacaq. Sizə doğrudan da dipdə elinə olması bir xanımsız. Niyə görə? Çünki çox böyük işlər görürsünüz. Mən şahidiyəm bu antologiyanın yaranmasının çətinliyi. Yadınızda varsa biz danışırdıq, mən soruşurdum ki, Xalidə xanım, necədir, necə edirsiniz? Amma mən görürdüm o təlaşı, hiss edirdim o əsəbi, hiss edirdim ki, bu kitab məhz belə ərsəyə gəlməliydi. Bax, bu gözəl təqdimatda. Sizi təbrik edirəm və sizinlə yanaşı özümü də təbrik edirəm və bütün kitabda, jurnalda olanların hamısını təbrik edirəm. Çok sağ olun, teşekkür ederim. Sağ olun. Ve geceler yakınında sakladım mı hiç? Xəyallar vurdum mu yaşayar deyə, bu dərdi mənalı boşayar deyə. Oyanıb hər gecə üşüyər deyə. Olmayan birini yoxladım mı hiç? Onlu saniyələr ötməsin deyil, yuxusu hər gecə bitməsin deyil, kölgəsi evindən getməsin deyil. Qapını, bacanı bağladın mı hiç? Sən heç dərd yandın mı yağışa, yelə? Sirrimi dedin mi dənizə, gölə, cansız bir şəkili götürüb elə? Yaranı kağızla bağladın mı hiç? Şərif olalım. Sizə yeni uğurlar arzulayıram. Eyni zamanda ad gününüzü təbrik edirəm və bu kitabda dərc olunan bütün müəllifləri təbrik edirəm. Bir daha təbrik edirəm, uğurlar arzulayıram. Çox sağ olun, oxuyuram və sizin yaradıcılığınızı yaxından izlədiyim üçün sizdəki olan istedada bələdəm və sizin bütün uğurlarınıza sevinirəm. Yaxşı ki varsınız, ad gününüz mübarək olsun, sizə uğurlar arzulayıram. Siz tarih verilməkdə həsrət oxuyuruq.
Ana bürünüp yol kenarında içinde kişilik hakkı üşüyor. Giydiği penceyi eynine böyük. Azı 15 yıl yaşı da vardı. Belki sahibinden yorulmuş pencək alanda eynine gödəkdi, dardı. Gələndə ümiddən arzusu boyda. Çiçəklər bastırıb bağ da qurmuşdu. Belki de bu çiçək gülləri kimi yaddan çıxarılıb unudulmuşdu. Bu donuk səhnəni sözlə aşanmır, ümidlər qınağa pərəstiş olur, bir kişi həyatla hesablaşanmır, çiçəklər ehtiyac əlində solur, alveri baş tutmur gül bazarında, algısı üşüyür, sahtı üşüyür. Bir kişi dayanıb yol kənarında, içində kişilik haqqı üşüyür. Çox sağ olun. Şəbəkələrdə mənə təqdim etdiyiniz bu kitablardan və bu günə qədər müəyyən o kitablarınızın təqdimatında iştirak etmişik, bir balaca sözdə yazmışıq. Onlardan sizin yaradıcılığınızla mən tanışam. Lap geniş yox, amma bir yarı hissəsi ilə tanışam. Bugün bu kitab tarixdə qalacaq bir kitabdır. Mən həmişə söyləyirəm, biz şəhidlər haqqında da kitablar yazmışıq. Tarixi abidələr 1000 il keçir, 5000 il keçir, tarixi abidələr sökülür. Amma belə kitablar, o arxivlərdə, kitabxanalarda, məsələn, 5000 il yaşı olan kitablar var. Gəlin bizim o klassiklərimizin əsərlərini biz onu bu arxivlərdən, kitabxanalardan günümüzə gəlib satıb. Bu gələcək, bəlkə də milyon ilə gedib çıxacaq bir kitabdır. Həm bunun keyfiyyəti, nəfis tərtibatı, həm də bu kitabın içərisində olan dahi şəxsiyyətlər, çox gözəl söz adamları, böyük yaradıcılığı olan, publisistik yazıları olan dahi şəxsiyyətlər bu kitabda öz əksini tapır. Xalidə Nuray vətən şairidir, vətən qızıdır. Onun yaradıcılığında mənə ən çox zövq verən, həmişə o şeirləri oxuyanda sanki bir rövnə qalıram. Yurt, el, oba, Azərbaycançılıq, türkçülük ideyaları o qədər güclüdür ki, məhz bu ondan irəli gəlir ki, ədəbiyyatımızı həmişə yaşat etmək üçün bu böyük bir missiyanı çiyninizə götürürsünüz. Mən təbrik edirəm, sizə gün o gün olsun ki, 85 illik yubileyinizə biz yığışaq və sizin yubiley yaşınıza da mən sizin haqqınızda o dəyərinizə layiq olan bir məqalə yazacağım. Təbrik edirəm, mübarək olsun, xeyirli olsun. Xanımlar xanımlığı ilə seçilən Xaldə xanım, sizi doğum gününüz münasibətindən təbrik edirəm. Çox gözəl bir tədbirə təsadüf edirdi sizin. Yox, ad gününüzü, yubileyinizi və çox gözəl bir tədbirə yığışmışıq və başdan təbrik edirəm sizi. Mən bir də arzuluyuram, bugün sizin həyatınızda bir günəş olsun. Bu günəş sizin ömür yollarınıza daim işıq nur saçsın. Qoy bu gün sizin ömür kitabınızda dönə-dönə vərəqlənsiz. Siz o qədər gözəl xanımsınız ki, o qədər humanist qadınsınız. Bilmirəm, biz ümumiyyətcə Allah qarşısında baş əyirik. Sonra mən sizin qarşınızda baş əyirəm, Xaldə xanım. O qədər gözəl xanımsınız ki, içimdə o qədər hisslərim var, onları sözə çevirib deyə bilmirəm. Mən sizin yaradıcınıza çox gözəl dəyər verirəm, sizin sevincinizə mən də qoşuluram. Səmimi qəlbimlə, böyük ürəyimlə sizi təbrik edirəm. Sizin sevincinizə mən də şərik oluram. Bir daha yaradıcılıq uğurları arzulayaraq öpürəm sizi bağırma basıram. Sağ olun. Gözəl bir qızımızdır, gözəl də şeirdir. Teşekkür etmek çok değerli. Ne bileyim, o kadar güzel derdiniz var ki. Size minnettarım. Yaxşı ki varsınız, yaxşı ki sizi tanımışam. Uğurlarınız bol olsun. Ben həmin olsun. En esası gələn adamlarına dəstək verək. Firidun bəy Köçərli olmasaydı, biz Vaqifi tanımazdıq ən azından. Yəni, siz Ələsgər demiş, seçib ən gövhəri saf eləmişsiniz. Bu sizin aliminizdən və ədəbiyyata etik münasibətinizdən gəlirəm, minnətdaram. Çox gözəl bir kitabdır. Bu kitabda mənim də haqqımda Türk dünyasının böyük ədəbi, böyük alimi Əli Qafqasyanın fikirləri var. Çox şadam ki, o burada öz əksini tapdı. Bu
Sizin tərəfinizdən bir böyüklükdə minnətdaram. Və bir şey, mən sizə öz adımdan və məclis iştirakçıları da razı qalar, onlar adından təşəkkür edirəm, bu gəncləri təqdim elədiniz. Burada üstə sərərəm, göz yaşları, sevinç yaşları çilərəm, yollarında toz olmasın. Qarabağ, tarlı, qavallı, gözəlləri tirmə şallı, şikəstəli, cəqcəlallı, coşan səsin sozalmasın. Molla Pəna, sədan gəlsin, Xurşid balamı anam gəlsin, Rəşid, Cabbar, yaxam gəlsin, aralıqda söz olmasın. Zərəngiz müştaq qalına, nur çilənib sağ soluna, bük məni güllü çölünə, sevənlərim az olmasın. Başladığı bu sayede böyük müvəffəqiyyətlər arzulayıram. Oxucumuz da, qonağımız da var.